Sözümüze devam edək. Quranda Əhl-i Beyt inşallah şirin, gözəl bir mövzudur. Hacı, eşidək sizdən yenə davam edək. Bəli, mövzumuz Əhl-i Beyt Quran-ı Kərimdə belə bir mövzu seçmişik və bir ayədəyik dünəndən. O da İnsan surəsi. O suranın bir adı Həl-Ətadır, bir adı Dəhirdir, bir adı İnsandır. Həmən surə 5-ci ayədən 22-ci ayəyə qədər buyururlar o kəslər haqqındadır ki, Həzrəti Əli, Həzrəti Fatimə salamullah aleyhə, İmam Həsən və İmam Hüseyin, xanım Fizzə ki, qoşuldu Əhl-i Beytə, o mövzulara da öz tutumunda şərik oldu. Və çatmışıq bir yerə ki, dünənki söhbətimizdən müəyyən nəticələr aldıq, hadisəni danışdıq və orada qeyd olundu ki, oruç tutdu bu şəxslər və 3 gün biri digər ardıcan qapı döyüldü. Bir gün yetim, bir gün miskin, bir gün əsir və Əhl-i Beyt də əli boş göndərmədi. Bura qədər. Görünən budur ki, Əhl-i Beytin qapısını döyürsə əli boş getmir. Yəni, bu bir dənə mesajdır bizə. Əhl-i Beyt qapısını döyün. Çünki onların qapısı Babullahdır, Allah qapısıdır. Və onların qapısını döyəndə Əhl-i Beyt əli boş göndərməz bizi. Bu ümumi nəticə. Amma bundan sonra istəyirəm sizə bir neçə dənə çıxarış edeyim. Mən sizdən xahiş eləmişdim ki, dünənləri o 22-ci ayəyə qədər özü də oxuyun. İndi oxumusunuz, nə gözəl. Oxumamışsınız, inşallah yenə baxın da oxumağa dəyər. Bu ayələrdə 7 dənə fəziləti Əhl-i Beytin çıxır önə. 7 dənə. Ki, mən qeyd eləmişəm, bunları yazmışam burada. 4 dənə də imtiyaz. Yəni, onlar tutaq ki, bunu etdi və bunları edəndən sonra Allah bunlara nə bəxş etdi və bunlara nə bəxş edib. O 7 dənə imtiyazı mən sizə sayıram bu ayələrdən çıxarış olaraq. Biz Əhl-i Beytimizi Quranla tanıyaq, xüsusiyyətlərini, fəzilətlərini. Ayədə Allah Teala buyurur ki, yufuna bin nəzri. Onların bir xüsusiyyəti bu idi ki, onlar nəzrə vəfalı oldular. Yəni, nəzir demişdilər və nəziri neynədilər? Verdilər. Bəzi adamlar boyunlarına nəzir gəlib. Məsələn, yalvar, yaxar eləyib ki, çətinliyə düşdüm, müşkülümü həll elə. Allah da müşkülünü həll edib. Amma da yadından çıxıb. Neçə ildir boynunda qalıb, məsələn, o nəziri əda eləmir. Allah Teala Əhl-i Beyti bizə belə tanıtdırdı. Yufuna bin nəzri. Əhl-i Beyt vəfalıdır nəzir mövzusunda. Nəzir elədilər və tutdular 3 gün. Bu şəkildə. Bu bir fəzilətləri. Vəfalıdırlar. Yəni, Əhl-i Beytin vəfalı olmasını bu aydan çıxarış edə bilərsiniz. İkinci məsələ, canlarında bir xof da var idi. Allah Teala Quranda buyurur ki, həmən ayələrdə innan nəxafu min Rabbin olan dilindən bizim qəlbimizdə bir xof var, qorxu var. İman əhlin gələk qəlbində həm ümid olsun, həm qorxu olsun. Nə çox arxain olma, nə də ki, da məyus olma. İkisinin arasında siratı tut, yolu tut, hərəkət elə. İkinci fəzilətləri Əhl-i Beytin bu ayədə canlarında qorxu var idi. Adam gələk, hərdən qorxsun ilahi birdən, yolumdan çıxaram, nə cavab verərəm sənin o ədalət məhkəməsində sənə? Sənə nə cavab verərəm? Sən isə niyə belə etdin, mən nə deyərəm? Yəni, insan bunlar haqqında düşünsün. Üçüncü xüsusiyyətləri və üçüncü fəzilətləri. O nədir? Üçüncü fəzilət budur. Maksimum nə edə biliblərsə eləyiblər. Bu ayə bizə onu göstərir. Yəni, bir insan o qapıya gələnə neyə bilərdi? Onun yarısını eləmədilər, hamısı elədilər. Mesela bir var 5-dən çörəyin 4-ün verələr, birini saxlayalar. Və yaxud bir gün verələr, 2 gün verək, 3-cü gün deyək də bağışladı, 2 gündür veririk, özümüz acıq. Bunlar belə eləmədilər ki. Nə edə bilərdilərsə etdilər. Quran buna səy deyir. Səy mövzusu var Quranda. Bir əməl mövzusu var, bir səy var. Ayədə var Allah Teala Quranda buyurur, leysə lil insan illə mə sə'a. Sən səyündən ibarətsən. Nə qədər səy göstərmişsənsə, o qədər qiymətin var. O qədər çatırsan hədəfə, o qədər yetişirsən. Ona görə səy mövzusu mühümdür. Allah Teala Quranda buyurur, İnnə səyikum ləşətdə. Səyləriniz müxtəlifdir ya, əməlləriniz eyni ola bilər, səyləriniz müxtəlifdir. Məsələn, bir adam elə bir ailədədir ki, o ailə misal üçün
namazdan, ibadətdən acığı gəlir. Övlad məsələn, amma namaz qılmaq istəyir, ibadət etmək istəyir. Misal, hə? O birisi ailədə isə əvvəldən namaz qılandır, övladları da namaz qılır. Bu ailədə olan uşaq da namaz qılır, o ailədə olan uşaq da namaz qılır. İkisi də baxanda 4 rükət tutaq ki, zöhrü qılır, bu da 4 rükət zöhrü qılır. Əməllər eynidir, səylər fərqlidir. O əzabla, çətinliklə qılır. Bu isə rahat şəkildə qılır. Əməl o ibadətin şəklidir. Səy onun icra eləmək üçün maksimum nə qədər gücü səfərbərləmsən, hansı çətinliklərlə üzləşmirsən, onun əcri daha çoxdur. Allah deyir, səyin qədəri sənə. Mən sən səyivə baxıram. Əhl-i Beyti də bu cürə tərif edirdi. Burada ayə baxın, axırda deyir ki, tərif edəndən sonra 22-ci ayədə deyir, وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا. Bu səyviz ki var aslında, demir əməlləriniz, əməl demir. Siz maksimum güc qoydunuz ortaya. Niyə bilərsə, bəndə onu eləmişsiniz siz. Mən sizi dəyərləndirirəm. Ona görəm, səyiviz təşəkkürə layiqdir. Əhsən deyə bilərəm sizə. Bu sözün mənası budur ya, maşallah sizə. Halal olsun sizə. Bunu Allah deyir Əhl-i Beytə. Adam Əhl-i Beyti belə tanıya. Bu sözləri adam oxuya-oxuya, axırda bir sizə istəyirəm deyim, bu istəyirəm deyim, bəzi vaxtlar, amma bəzi insanlar Əhl-i Beyti üstünəcə təqdim edir, adı sıravi mömin. Mənim mömin qardaşımdır, deyir o, əleyhissalam. Sən gətirib gör, əmr-ül-mömin kimi şəxsiyyətləri düşürdüsən. O qədər düşürtmək olar. Bəlkə özünü o qədər qaldırır. Bu da var. Hə, axı özü də bir yerə qalxmayıb. Yekunda da əleyhissalam düşürdüb. Düşürdü mibə, əşi. Minbər, 70 il minbərdən lənət oxuyublar əmr-ül-möminə. Nə oldu? Cəmaat yenə sevir onu. Bundan sonra da sevəcəklər, narahat olun. O bizə qalıb. Biz necə onlarla ünsiyyət quracaq. Onlar yaşayacaqlar həmişə. Bundan çıxaq, Allah Əhl-i Beyti bizə belə tanıtdırır. Əhl-i Beyt bulardır. Yaxşı. Davamını deyim, 4 dənə məsələ. 5-ci məsələ. İxlasın zirvəsində idilər. İxlasın zirvəsində idilər. İnnəmə nut'imukum livəcihillah. İlahi vəc üçün bu işi görürük. Vəc-ullah bir dənə böyük mövzuda oxudayım mən. Bir vaxt nəsi bunlar danışaram. Amma belə qısa izah verirəm. Vəc-ullah budur. Bir o adam var, cənnətin şövqinə görə iş görər. Gedim cənnətə. Adam var, cəhənnəmə girməmək üçün yaxşı iş görür. Adam da var, deyil, sənə aşıqam. Sən xoşun gəlir, deyir, nə deyir? Buna deyilə vəc-ullah. Bu ixlasın zirvəsidir. Bu insan, heç Allah cəhənnəm yaratmasıydı, o işi görəcəkdi. Bu insan, heç desəydə sənə cənnət aparmayacaq, o işi görəcəkdi. Bu ona görə o işi görür ki, o bunu istəyir. Buna deyirlər, ixlasın zirvəsi. Aynı oldu. Əhl-i Beyt gəlib bu məqama çatıb. Allah Teala ola o cürə bizə təqdim edir. Bu 4-cü məsələ. 5-ci xüsusiyyətləri. Heç kəsdən heç nə umurdular. La nuridu minkum cəzaən və la şükura. Nə qəşəng şəxsiyyətlərdir bu insanlar. Səndən, məndən nəsə umura. Heç nə. Bu, onların 5-ci xüsusiyyəti. Nə yaxşı olar, ailə münasibətlərində belə ola. Bu, gələ tətbiq ola. Məsələn, tutaq ki, xanım bir yaxşı iş görür evdə. Mən bunu elədim, sən də bunu elə. Ya kişi bunu elədi, mən bunu elədim, sən də bunu. Belə yox da, belə ailə çox getməz. La nuridu minkum cəzaən və la şükura. Bizim Əhl-i Beyt belə olub. Mənim qardaşım və mənim bacım. İndi özün bilərsən. Nə deyim? Mən də özün bilərəm, sən də özün bilərsən. Amma bunlar belə olub. Keçək. Digər məsələ. 6-cı məsələ. 6-cı xüsusiyyətləri bu idi. Səbirli idilər. Cəzahum bima səbəru. Allah bu ayədə onların səbirli olmasından xəbər verir. Böyük səbir istəyir o ibadət eləmək. Baxın, bir var insan yeməyə gəlir süfrəyə, doyandan sonra yadına fəqir düşür. Bax, bundan verir biraz qonşuya da, o filan kəsə, filan kəsə. Bu bir. İkinci versiya. Yeməyə gəlib süfrəyə, deyirsən əlifizə deyandırır. Yeməyin yaxşı hissəsini göndərin kimə? Fəqirə, füqaraya. Sonra yeyək. 2. Bir də var, yeməyə gəlib süfrəyə. Deyirsən, bir sən nə var? Qapıda döyülür. Mən yeməyim, o yesin. Bu hara, o hara. Deyir, bunlar səbirlidirlər. 3 gün ac qalıblar. Səbirləri öz yerində. İftarın yeməyin biraz gecikəndə də, indi 15-də, qırğın düşür bəzi vaxtlarda. Bunu sən vaxtında pişirəydin, bu nədir, bunu niyə belə elədin, onu niyə... Yeməyə görə nə qədər söz-söhbət düşür evlərdə. Bəzən.
Amma Əhl-i Beyt 3 gün yemir, səbri də bu cür. Allah səbirlərindən danışır. Buna deyərlər səbir. Bir damcı şikayət yoxdur. Bu deyilə səbri cəmil, gözəl səbir. İmam Həsən titrirdi. Həzrət Zəhranın canına o qədər zəiflik düşmüşdü, mehrabın kənarı dayanmış, Peyğəmbər gəldi, gördü. Amma şikayət var, yox. Kişi xanıma bir söz deyir, xanım orada ki, yox deyir bunlar. Bima sabaru, səbirlidirlər. Ulan xüsusiyyətidir. 7-ci xüsusiyyət də bu idi ki, əla hubbihi isar elədilər. Özləri ac qaldı, yedirdi. Bu, onların 7 dənə fəzilətidir. Və Allah Teala onları bizə bu cürlə tanıtdırır. Davamında isə onların imtiyazından danışır. Siz belə elədiniz, indi görün mən neyinirəm. Qurban olduğumda, bəndə belə eləyəndə Allah neyniyər? Deyir, yaxşısınız ki, yaxşı iş görürüz, çox sağ olun. Ayənin zənginliyinə baxın, siz Allah. Belə ayə az taparsınız Quranda, inanın sözlərimə. Çox maraqlı sözləri var. Deyir, ləqqahum nəzrətən və sururən. Allah deyir, ha. Allah özü onları qarşıladı. Ləqqahum. Allah özü qarşılayır onları. Siz batdınız, inşallah üstünüz cənnətə, mən özüm qarşılayaram. İndi bu özü qarşılamaq nə deməkdir, mən bilmirəm. Amma 2 cür qarşılama var, onu deyə bilərəm sizə. Biri mələklərin qarşılamasıdır, birbaşa Allahın özünün qarşılamasıdır. İndi Allah belə cisimdə öyrə, o cürünə təsəvvür eləməyin. Mələklərin qarşılaması haqqında Quranda ayə var. وَسِيقَ الَّذ۪ينَ اِتَّقَوْفُ اِلَى الْجَنَّ زُمَرًا. Bir qrup insanlar cənnətə gəlir. Hətta izə cəuha, elə ki, cənnətin qapısını çatır. Futihəd əbvabuha, qapılar açılır, inşallah, inşallah, inşallah. Qapılar açılan kimi qalə ləhum xəzənətuha. Qapının yanı deyanan o mələikə deyər, selamun aleykum tibtum. Ay, maşallah. Salam olsun sizə, pak insanlar oldunuz. Fədxuluha xalidin. Ya Allah, keçin içəri, burada əbədi qalacaqsınız. İlk söz budur ya, burada əbədisiniz. İnsan ki, üçün əbədiyyət teşnəsidir. Nöqtəni qoyurlar, göndərir ki, narahat olmayın. Sən ürəyin, axı bəşərdə belə bir xüsusiyyət var, bir şeyə verirsən, deyirsən, məsələn, 10 il səndə qalsın, deyir, 10 il yoxsa mənə bağışlayırsan həmişəlik. Belə baxsan, yaşlı da görür, bəlkə 2-3 il yaşayacaq, amma deyir, əbədi ver mənə. İnsan əbədiyyət teşnəsidir, mələikə də insanı yaxşı tanıyır. İlk söz budur, gözün aydın olsun, orada əbədisən. Kim qarşıladı burada? Mələikə qarşıladı burada. Amma Əhl-i Beytdən Allah, görün Əhl-i Beytimizi necə tanıtdırır bizə. Ləqqahum, Allah deyir, özü qarşılayır. Evvə qonaq gəlir, Oqtay mənim, nəzər alın. Uşağa deyirsən, çıx qarşıla. Amma birdən elə qonaq gəlir ki, uşaq getmək istəyir, deyirsən, bala deyan, özüm çıxmalıyam qabağına. Bu elə-belə qonaq deyir. Özün çıxırsan, gətirsin. Və yaxud başqa söz deyim. Allah Musadan danışana deyir, Cailə miqatina, gəldi bizi ilə danışmağa. Bizim Peyğəmbərdən danışana deyir, Subhanəlləzi əsra bi əbdihi. Allah Peyğəmbəri apardı meyraca. Bir var gəldi, bir var apardı. Gəlmək aydındır. Aparmaq budur, gəlirsən, götürsən, aparsan evə. Bizim Peyğəmbərə bunu deyir. Allah 2 cür qarşılamadan söhbət açır. Bir mələklərin qarşılamasıdır, bir Allahın qarşılamasıdır. Onlar ki, cənnət eşqi ilə yaşayır, onları mələklər qarşılayar. Onlar ki, Allahın eşqi ilə yaşayır, Allah onları qarşılayar. Onun Quranda 2 cür ayə var. Bir ayə budur, vəl-axirətu xeyrun və əbqa. Cənnət nə gözəl yerdir. Bir ayə də budur, vallahu xeyrun və əbqa. Allah nə gözəldir. Onlar ki, cənnətin aşiqidir, onları mələikə qarşılayır. Onlara ki, cənnət özü aşiqdir. Əşiqətil cənnə. Salman, hədisdə var, cənnət aşiq olmuşdu Salmana. Hələ Salman əmir-ül-müminin tələbəsidir. Peyğəmbərin tələbəsidir. Onlar ki, cənnətə aşiq, mələikə qarşılayır. Onlar ki, cənnət onlara aşiq, Allah qarşılayır. Bu ayədə əziz Allahımız, Əhl-i Beytimizi bizə belə tanıtdırır. Tanıyaq onu Əhl-i Beytimizi. Ləqqahum nəzrətən və surura. Allah özü qarşılayır və onların simasında bir sevinç var. Sevinirlər. Yaxşı. Sonra davamına baxın, o ayələrin içindən çıxardıram. وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا. Allah özü saqı olar. Allah özü onları sirab eləyər.
Birbaşa Allah özü sirab eləyər. Bu nə məqamdır? Bu nə aləmdir? Çün onlar axı verəndə o azuqəni, o çörəyi verəndə nə dedilər? La nuridu minkum cəzaən və la şükura. Sizdən heç nə istəmirik. Biz kimdən nə istəyirsiniz? İnnəma nut'imukum livəzşillah. Bir daha o istəyirik. Siz bir dənə onu istəyirsiniz. Allah deyir, siz məni istəyirsiniz. Həm ləqqahum, özüm qarşılayaram. Həm səqahum, həm özüm sizi sirab eləyərəm. Şərabən tahura. Tahur, pak. İmam Sadiq buna çatana dedi, yutahhiruhum ən kulli şeyin sivallah. O elə bir pak içkidir ki, onu içən elə məst olar ki, da Allahdan başqa vücudunda bir şey olmaz. Nə cənnət görür, nə cənnət neyməti ona baxır. Yaxşı. Üçüncü məsələ. Qobuna deyim, inşallah daha asla yekunlaşım. Buyurur, onların xüsusiyyəti budur. Ayədə deyir, eynən yəşrəbu bihə ibadullah. Onlar mənim bəndələrimdir. Tərif edir Allah onları. Onlar ibadullah, əbddirlər. Abid dölllər, əbddirlər. Tamamən vücudları mənim üçündür. Və yufəccirunəhə təfcira. Onlar bulağı istədiyi yerlərdə qaynadarlar. Biz axı bir ev tikmək istəsək, birinci baxırıq oranın suyu var, yoxsa yoxdur. Biz uyğunlaşırıq da ora. Deyir, cənnətdə bunların belə bir məqamı var ki, istədiyi yerdən bulaq qaynayar. Bu bir söz. Allah mən bir dənə çıxarışını eləyirəm təslimdən. O deyir, ayə yalnız ahirətə aiddir, elə burada aiddir. Əhl-i beyt elə dünyada da. Lazım olan yerdə o bulağı qaynadar. Amma dərin mənada baxaq məsələyə. Bulaq hikməti, mərifəti, ilahi eşqi simvoliz edir. O gələn yer, onların adına olan məclisdə insan ilahi eşqlə canı sirab olar. Zuheyr ibn Qeyn biraz İmam Hüseyni gördü, Allah eşqi doldu qəlbinə. Hür İmam Hüseyin necə dəyişmişdi, sonu qaça-qaça gəldi, başını saldı. Onlar harda olsalar oranı cənnətə çevirərlər. Peyğəmbərimiz buyurdu, ənə mədinətul hikmə. Mən hikmətin eviyəm, hiyəl cənnə. Hikmət nədir? Hikmət cənnətdir. Cənnətdir. Sonra da, Əli, əntə babuha. O cənnətin qapısı sənsən ha. O hikmət çeşməsinin qapısı sənsən ha. Yufəccirunəhə təfcira. Əhl-i beyt olan yerdən istədiyi yerdə o bulaq qaynayar. Baxar qəlbivə, qəlbindəki o hikmət çeşməsi ki var ha. Hədisdə var ki, mən əxləsə lillahi ərbəinə səbahən fəccərallah yənabi əl-hikmə. Deyir, kim ki, ixlasla yaşasa 40 gün, o qəlbində bir dənə bir çeşmə var. Çeşmə, bir bulaq var. Mərifət bulağı var. Sadəcə olaraq o su gəlib vursun, daşı partlatsın, çıxsın çölə, düşsün, süzülsün dilindən və dilindən dür tökülsün. Onun bir yolu budur ki, Əhl-i Beytlə ünsiyyət qursan, yufəccirunə təfcira. Əhl-i Beyt o qəlbindəki daşı partladar. Neyniyər? Oradan bulaq qaynayar. Çevirər, deyişər insanı. Hətta bəzi insanlar ki, kəl-hicarə daş kimidir, deyişər vücudunu neyniyər? Vücudun deyişər, bulaq qaynayar qəlbindən. Necə ki, Kumeyl Əli əleyhissalamın sir yoldaşıdır və o vəziyyətə gəlib çatıb, o məqama çatıb ki, dilindən nə süzülür? Hikmət tökülür, çünki Əlinin yanındadır. Bunlar yufəccirunəhə təfciradırlar. Əhl-i beyti belə tanıyaq. Bunlar bu cür nədilər. Və son söz, daha mən bilən bugünkü bəsdir, ayələrdən nəticələr aldıq, bir neçə dənə xüsusiyyətlərini söylədim və Allahın onlara verdiyi imtiyazlar. Bu bizim Əhl-i Beytdir ki, mən ümid edirəm ki, belə tanıya daha çox eşqimiz olar. Həm də istəyirəm sənədlə, sübutla anlayaq ki, fikir verirsiniz, ya ayə deyirəm, ya əziz qardaşlarımız Əhl-i Sünnə mənbəsinə deyirəm, ya ümumi də bütün mənbələrdən deyirəm ki, məsələ tamamən otursun yerinə. Sabah inşallah başqa bir mövzu Əhl-i Beyt Quranda ona toxunacaq. Allah nəsib etsin. Hacı deyirəm, sözün nə qədər qüdrəti var. Adamı